Dövlət İmtahan Mərkəzi 2025-ci il coğrafyadan test topusu birinci hissədə Azərbaycan daxili suları mövzusunda 201 test var. İlk 100 testin təhlilini vermişəm. Burada 101-dən 50-yə qədər olan testlərin təhlilini verəcəm. Xəritə sxemdə rəqəmlərə uyğun gələn gölləri müəyyən edin. Deməli, birinci göl Qarabağ vulkanik yaylasında yerləşən Böyük Alagöl'de. İkinci göl Baş vadisi yerleşen Tufan Göl'de. Üçüncü göl Ağgöl'de. Dördüncü göl Candar Göl'de. Deməli cavab oldu B bəndi. Birinci göl Böyük Alagöl, ikinci göl Tufan Göl, üçüncü göl Ağgöl, dördüncü göl Candar Göl. Cavab B bəndi. Xəritə sxemdə rəqəmlərə uyğun gələn coğrafi obyektləri müəyyən edin. Deməli, bir qoyulub Qızılağac körfəzinə, 2 Ağgöl'də Sabirabad Mişdə yerləşir, 3 Candar Göl'də Şəki ilə Qaxda yerləşir, 4-dəki Şəmkir su anbarıdır. Cavab verilib D bəndə. Qızılağac körfəzi 1, Sarsu Gölü 2, Acınor Gölü 3, Şəmkir su anbarı 4. Cavab D bəndi. Respublikamızda müvafiq olaraq 3, 2 və 1 təbii vilayət ərazisindən axan çaylar Azərbaycanda 3 təbii vilayətdən keçən Araz çayıdır. Orta Araz yaxud Naxçıvan vilayətindən, sonra Kiçik Qafqaz vilayətindən, bir də ki, Kür-Çökəkli vilayətindən keçir. 2 təbii vilayətdə yerləşən Kiçik Qafqazda Kür-Çökəkli təbii vilayətindən keçən Tərtər çayıdır. Bir təbii vilayətdən axan isə Kür çayıdır. Burada cavablar içində cavab verilib C bəndində. Araz çayı 3 vilayət, Tərtər çayı 2 vilayət, Kür çayı isə bir təbii vilayətdən axır. Cavab C bəndi. Suvarma kanalı başlandığı mənbə, suvardığı ərazinin müvafiq olaraq düzgün verildiyi sıranı göstərin. Qarabağ kanalı Mingəçevir su anbarından başlayır. Muğan-Düzün su varmır. Muğan-Düzün sağ sahilindədir. B bəndi Şirvan kanalı Mingəçevir su anbarından başlayır. Şirvan düzü su vardır. Düzgündür. Şirvan kanalı Mingəçevir su anbarından başlayır. Şirvan düzü su vardır. B bəndi düzgündür. Cavab B. Göl, onun yerləşdiyi ərazi göl çuxurunun mənşəyinin müvafiq olaraq düzgün verildiyi sıranı göstərin. Tufan göl baş vadisi hissəsində yerləşir. Buzlar mənşəliyər. A cavabı düzgün cavabdır. Cavab. Azərbaycanda həm elektrik enerjisi istehsalında, həm də suvarmada istifadə olunan su anbarları Mingəçevir, Araz düzgündür. Xanbulan çay səbti buradan ancaq suvarmada istifadə edilir. Elektrik enerjisi alınmır. A bəndi səbti. B bəndə Şəmkir, Yeniçən, Mingəçevir, Araz, Tərtər. Buranın hamısından həm suvarmada istifadə olunur, həm də elektrik enerjisi alınır. B bəndi düzgündür. Azərbaycanda elektrik enerjisi istehsalında istifadə olunmayan su anbarları, yəni bunlardan suvarmada istifadə olunur. Arpaçay, Milmuğan, Şəmkir, Araz, Sərsəng. Şəmkir, Arazdan, Sərsəngdən həm də elektrik enerjisi alınır. O görə cavab səbti. B bəndə Köndələn, Bəhrəmtəpə, Arpaçay, Yeniçən, Ceyranbatan. Yeniçəndən suvarmada yanaşı elektrik enerjisi alınmasına istifadə olunur. Cavab səbti. C bəndə Sərsəng, Ceyranbatan, Güləbird, Şəmkir, Suqovuşan. Şəmkirdən elektrik enerjisi alınır. Cavab səbti. D bəndə Arazdan elektrik alınır. Elektrik enerjisi alınır. Cavab səbti. Deməli cavab Y-dir. Viləşçay, Xanbulançay, Milmuğan, Ceyranbatan, Xaçınçay. Bunlardan elektrik enerjisi istehsal olunmur. Alınmır. Bunlardan ancaq suvarmada istifadə olunur. Cavab Y bəndi. Rəqəmlərə müvafiq olaraq kanalları müəyyən edin. Deməli, birinci kanal Əzbəyoy adlı kanaldır. Bəhrəmtəpə su qovşağından başlayır. İkinci kanal Qarabağ kanalı yaxud Yuxarı Qarabağ kanalıdır. Üçüncü kanal Yuxarı Şirvan kanalıdır. Dördüncü kanal Samur Abşeron kanalıdır. Bu cavab verilib C bəndə. 1 Əzbəyoy, 2 Qarabağ kanalı, 3 Şirvan kanalı, 4 də Samur Abşeron kanalı. Cavab C bəndi. Samur çayının bol sulu dövrünün yay aylarında olmasının səbəbi yayda çaydan suvarma üçün az istifadə olması mənasız cavabdır.
Yayda yeraltı sularla qidalanmanın artması, yeraltı sularla qidalanma il boyu davam edir. O görə də cavab səhvdir. Səthinin buxarlanmanın azalması yenə də səhv cavabdır. Yayların da atmosfer yağıntılarının daha çox düşməsi səhv cavabdır. Yağıntı elə də bol düşmür. Çayın qidalanması karbon buzlaqlarının ərin sularının rolunun böyük olması düzgün cavabdır. Samur çayı 3600 metr yüksəklikdən başlayır. Həm kar sularıyla hem de buzlaq sularla qidalanır. O görə də yayda bol sudur. Cavab oldu. Yeməndi. Kür çayında bol sulluğun yazın sonunda olmasının səbəbi qidalanması buzlaqların üstünlüyü buzlaq olsaydı yayda bol sulardı səhvdir. Əslən qarların ərin suları qidalanması düzgün cavabdır. Qar yazda ərdiyinə görə Kür çayda aprel ayında özünün maksimum səviyyəsinə çatır. Cavab oldu. Əslən qarların ərin sularla qidalanması cavab B bəndi. Böyük Alagölü Göygöl'den fərqləndirən əlamət dağlıq ərazi yerləşməsi, hər ikisi dağlıq ərazidədir. Dağ meşə landşaftında yerləşməsi Böyük Alagöl dağ landşaftında deyil, bu Göygöl'ə aiddir. Şirinsu və Axarlı göl olması, hər ikisi Şirinsu Axarlıdır. Deməli, Şorslu və Delik göl olması, bunlar ikisi də Şirinsu'ya görə cavab səhvdir. Yeməndə Daxçımənd landşaftında yerləşməsi Böyük Alagöl Kəlbəcər rayonunda 2779 metr hündürlükdə yerləşir. Ətrafı Daxçımənd landşaftıdır. Göygölü isə 1556 metr yüksəkdə yerləşir. Ətrafı dağ meşə landşaftıdır. O görə də Böyük Alagölün Göygöldən fərqi Daxçımənd landşaftında yerləşməsi cavab yebəndi. Respublikamızın göllər üçün səciyyəvi olmayan əlamət. Uçqun bənd göllər əslən Kiçik Qafqazda yerləşir. Uçqun bənd göllər həqiqətən də Kiçik Qafqazda yerləşir. Bu deməli göllərin üçün səciyyəvi cəhətdir. Beməndə Şorsu göllər əslən düzəklərdə yerləşir. Şorsu göllərin düzəkdə yerləşməsi səciyyəvi cəhətdir. Seməndə Axmazlar əslən gölün ətrafında yaran, bu da səciyyəvi cəhətdir. Axarsu göllər arid ərazidə formalaşır. Axarsu göllər həqiqətən də Azərbaycanın quraq yerlərindədir. Bu da səciyyəvi cəhətdir. Yebəndə vulkanik mənşəli göllər daha çox Böyük Qafqazda yayılmışdır. Vulkanik mənşəli göllər Böyük Qafqazda yox, Kiçik Qafqazda yayılmışdır. Orada Azərbaycan üçün səciyyəvi olmayan vulkanik mənşəli göllərin daha çox Böyük Qafqazda yayılması, yəni Y cavabıdır. Cavab Y. Birincisi Araz çayına, ikincisi Kür çayına birbaşa tökülən çaylar. Arpaçay Araza birbaşa tökülür, Bərcüşa Təkəriyə tökülür, Ciran Araza Bərcüşada görə birinci A bəndi səhvdir, B bəndə Arpaçay, Köndərançay, Həkəri, bunların üçü də Araz çayına birbaşa tökülür. Tərtər çay, Şəmkir çay, Ağstafa çay, bunlar da Kürə birbaşa tökülür. B bəndi düzgün cavabdır. Uyğunluq müəyyinin çayların adı, ərazidən keçdiyi əsas inzibat rayon, Həkəri çayı Qubadlı rayonundan keçir. Birə gələcək Y. Türyan çay keçir Ağdaşdan. 2-yə gələcək S. Sumqayıt çay keçir Qobustandan. 3-ə gələcək A. Arpa çay keçir Şərur rayonundan. 4-ə gələcək D. Ox çay keçir Zəngilan rayonundan. 5-ə də gələcək B. Düzgün cavab 1-ə E, 2-yə S, 3-ə A, 4-ə D, 5-ə də B. Cavab oldu D bəndində. Uyğunluq müəyyinin çayların adı, ərazisindən keçdiyi əsas inzibat rayon. Qarqar keçir Ağdam rayonundan. 1-ə gələcək B. Girdiman çay keçir İsmayıllı rayonundan. 2-yə gələcək D. Zəyəm çay keçir Tovuzdan. 3-ə gələcək C. Kürək çay keçir Goranboydan. 4-ə gələcək Y. Tərtər çay keçir Kəlbəcər rayonundan. 5-ə gələcək A. 1-ə gəldi B, 2-yə D, 3-ə S, 4-ə Y, 5-ə də A cavab oldu A bəndində. Uzunluğu 216 km olan Samur çayı 3600 metr hündürlükdən başlar və Xəzər dənizinə tökülür. Əgər çayın uzunluğu 234 km olsaydı, onun düşməsini və orta meylini hesablayın. Düşməsi bərabərdir. Əgər çayın uzunluğu 234 km olsaydı, onun düşməsi deməli 3600 metrdən başlayır. Mənfi 21-də Xəzər dənizinə tökülür. 3600-dən mənfi 27 metrə çıxsaq, eləyəcək 3627 metr. Deməli, bunun düşməsi oldu 3627 metr. Bu şəkildə yazırıq.
Düşmesi beraber 3600 metre çıktım ben 27 eleyecek 3627 metre. Meyilli beraber de çayın düşmesinin 10 uzunluğu olan nispeti. Yani çayın düşmesi 3627 metre böləcük. Çayın uzunluğu diğer 234 kilometre olsaydı 234'e böləcük. Çayın əsl uzunluğu olan 216'ya bölməyəcək. O göre meyilli beraber düşme bölüsünün uzunluğu 3627 metre. Uzunluk 216 yok 234 olsaydı 3627'de 234'e böləcək alacaq 15,5 metre bölünsün kilometre. Yani bir kilometrede 15,5 metre düşmüş olardı. Cevap oldu. Yebendi. Mənşəbi Xəzər dənizi olan qısaca 3780 metr mütləq ünlükdən başlayır. Çayın uzunluğu 108 kilometrdir. Əgər çayın mənşəbi okean səviyyəsində olsaydı, onun düşməsini və meylini hesablayın. Əgər düşməsi okean səviyyəsində olsaydı, onda elə çayın düşməsi bərabər olacaq 3780 metr. Düşmə olacaq 3780 metr bu cavabı götürəcək. Çayın uzunluğu 108 kilometrdir. Düşme meyli beraber düşme bölünsün uzunluk. Yani 3780 metre bölücü çayın uzunluğu 108 kilometre. Cevap eləyəcək 3780 metre eləyəcək 35,5 metre. Bu şekilde həllin bu cür yazıyor. 3780'den deniz seviyesine düşseydi onda ile düşmesi olan 3780 metre meyli ile beraberdi. Düşme bölüsünün uzunluğu o da 3780'i böleceğiz. Çayın uzunluğu olan 108 kilometre aracı oldu 35 metre bölünsün kilometre. Yani 1 kilometre 35 metre düşmüş olardı. Cevap oldu 35 metre bölünsün kilometre 3780 metrede onun düşmesi olardı eğer çay okean seviyesinde, mensep okean seviyesinde olsaydı. Cevap oldu B bəndi. Azərbaycanda su ambarı ve su qovşağını birleştiren kanal. Deməli, Mingəçevir su ambarından başlayan Qarabağ kanalı, deməli, bu Mingəçevir Qarabağ ilə keçir, gəlir, artıq su qalarsa bu su tökülür Bəhrəmtəpə su qovşağına. Orada düzgünce bu Qarabağ kanalıdır. Mingəçevir su ambarını Bəhrəmtəpə su qovşağıyla birləşdirir. Yaxın cavab debəndi. Yaxın gələcəkdə Mingəçevir su ambarından başlayan Şirvan kanalı da Hacıqabul rayonuna qədər davam edəcək. Artıq su qalarsa həmin su deməli Hacıqabul gölünə tökülmüş olacaq. Yəni o da su ambarını göl ilə birləşdirəcək. Burada düzgün cavab debəndi Qarabağ kanalı. Mingəçevir su ambarını Bəhrəmtəpə su qovşağı ilə birləşdirəcək. Cavab debəndi. Tektonik çökmə zonası yetişən göllər. Ağzı bir çala gölü, deməli, ön Qafqaz tektonik çökməsindədir. Bir düzgündür. Göygöl Kiçik Qafqaz tektonik qalxmasında cavab səhvdir. Sarısu gölü, Kür tektonik çökməsində cavab düzgündür. Acınoğur gölü, deməli, Kür tektonik çökməsindədir. Mingəçevir su ambarının şimalında Qaq və Şəki rayonları arasındadır. Kür tektonik çökməsindədir, düzgündür. Batabat gölü, Kiçik Qafqaz tektonik qalxmasında cavab səhvdir. Böyükşor gölü, deməli, Böyük Qafqaz tektonik qalxmasında Abşeronda. O da cavab səhvdir. Deməli, düzgün cavab oldu. Ağzı bir çala, Sarısu, Acınoğur cavab oldu. B bəndi. Xəritə çıxımda verilmiş rəqəmlərə uyğun gələn göllərin mənşəyini müəyyən edin. Deməli, birinci göl Abşeron göllərindəndir. Abşerondakı göllərin əksəriyyəti deməli, bunlar Xəzər dənizinin qalıqlarıdır, yelik göllərdir. İkinci göl Sarısu göldür. Kür çayının yanında yerləşir. Kürün axmazlarıdır bunlar. Bunlar axmaz göllərdir. Üçüncü göl Murovdağın şimalında yerləşən, deməli, Göygöl kimi, Maral göl kimi, bunlar uçqun zəlzələ bənd mənşəli göllərdir. Cavab olacaq, deməli, 1 yelik, 2 axmaz, 3 uçqun. Cavab olacaq C bəndi. Böyük Qafqazın Şimal-Şərq yamacının və Abşeron-Qobustan çaylarını birbirindən fərqləndirən cəhət. Böyük Qafqazın Şimal-Şərq yamacının çaylarından suvarmada istifadə olunmur. Abşeron-Qobustan çaylarından isə suvarmada istifadə olunur. Əksinədir. Böyük Qafqazın Şimal-Şərq yamacı çaylarından suvarmada istifadə olunur. Abşeron-Qobustan çaylarından suvarmada istifadə olunur. Biz burada görürük ki, bunlar yayda çox quruyurlar. B bəndi yayda Böyük Qafqazın Şimal-Şərq yamacının çayları quruyur. Çaylar qurumur. O yüzden cavab səhvdir. C bəndi Böyük Qafqazın Şimal-Şərq yamacının çayları az suludur. Az sulu deyirlər. Cavab yenə səhvdir. D bəndi Böyük Qafqazın Şimal-Şərq yamacının çayları yeraltı və yağış suları ilə bu da səhvdir. O görə ki,
Bu qarla buzlaqda qidalanırlar. Yağış yeraltı da var, amma əsas qar buzlaqdır. O dedə səbti demək cavab yeri. Böyük Qafqazın Şimal Şərqi çayları bol suldur. Abşeron Qostan çayları ise yayda qururlar. Cavab Yemen'de doğrudur. Azərbaycanda sellərə qarşı mübarizənin əsas yolları Azərbaycanda yox, dünyanın hər yerində selə qarşı eyni yolla mübarizə aparılmalıdır. Meşə zolaqlarının salınması, suvarma kanallarının yaradılması, suvarma kanalları düzgün deyil, amma meşə zolağının salınması düzgündür. Beybəndi selli çayların, dərelərinin dərinləşdirilməsi, kollektor sistemi yaradılması, kollektor sistemi yaratmaqla məsələni həll etmək olmaz. Dərənin dərinləşdirilməsində bir mənası yoxdur. Selin qarşısını ala bilən bəndlərin yaradılması düzgündür. Yamacların bitki örtüyü ilə bərkidilməsi düzgün cavabdır. Güclü bənd çəkilməlidir və yamaclara bit çəkilməlidir ki, bitki kökləri torpağı qorumuş olsun. C cavabı düzgün cavabdır. Daha çox çiklənmiş çaylar qrupunu müəyyən edin. Deməli, birinci çay Böyük Qafqazın cəmi yamacındadır. Zaqatala rayonu arasında burada fabrik zavodu yoxdur, o görə çixli çay deyil. 2. Deməli, Böyük Qafqazın şimal yamacında yenə də burada fabrik zavodu yoxdur, o görə də çay çiklənməyib. 1-2 çay çiklənməyib. 3. Oxçu çay Ermənistandan, deməli, mis molibden kombinatından gələn çixləri gətirir. 3 çixli çaydır. 4 Kür çayı. Deməli, Gürcüstanda, Azərbaycanda fabrik zavodların çixli suları bura axıdılır, çixli çaydır. 5. Deməli, Daşkəsəndən gələn, o zonada Gəncə Qazax zonasında fabrik zavodu çoxdur. Filiz taplaşdırma işləri var burada. Çixli çaydır 5 və 6. Araz çayı da yenə də çixli çaylarımızdan biridir. Deməli, çixli çaylar oldu 3, 4, 5, 6 cavab oldu. Sevəndi. Xəritə sxemdə verilən ərazidəki çaylara aid olan əlaməti müəyyən deməli, Böyük Qafqazın şimal yamacında Samurdu, Qusardı, Qulyaldı, Qaradır, Bəlbelədir. Bu çaylardır. Dar və dərin, dar və kanyonvari dərələrə malikdirlər. Bu çayların xüsusiyyətidir bu. Buradakı çaylar, deməli, Böyük Qafqazda kökün sular böyük qalığa malik olduğundan, çaylar böyük meyilliyə malik olduğundan bu çaylar dar və kanyonvari dərələrə malikdirlər. A-mən düzgün cavabdır. Geniş meandr axmazlara malikdirlər. Bu səhv cavabdır. Əslən yeraltı sularla qidalanırlar, səpti, qar, buzlarla qidalanırlar. Daşlı və daşlı palçıqlı sellər tez-tez müşahidə olunur. Bu cənub yamacında müşahidə olunur. Böyük Qafqazda səpti. Mənsəblər okean səviyyəsindən yuxarıda yerləşir. Mənsəbləri Xəzər dənizi və mənsəbləri okean səviyyəsindən aşağıda yerləşir. O da səpti. Düzgün cavab dar və kanyonvari dərələrə malikdirlər. Cavab. Uyğunluğu müəyyən edin. Baş Mil Qarabağ kollektoru, Baş Şirvan kollektoru. Deməli, Kürdəmir 1 ərazisindən keçir, Baş Şirvan kollektoru 1 gələcək 2-yə. Bərdədən keçir, Baş Mil Qarabağ kollektoru 2 gələcək A-ya. A-ya. Hacqabul, Baş Şirvan kollektoru. Hacqabuldan keçir, 3 gələcək Baş Şirvan kollektoruna, yəni B-yə. Ucar, bu da Baş Şirvan kollektoru. Ucar da gələcək B-yə. Beyləqan, Baş Mil Qarabağ kollektoru Beyləqandan keçir. Ağcabədi həmçinin Baş Mil Qarabağ kollektoru Ağcabədi ərazisindən keçir. Deməli, A-ya gəldi 2, 5, 6, B-yə gəldi 1, 3, 4. Cavab oldu B bəndi. A-da 2, 5, 6, B-də 1, 3, 4. Cavab oldu B. Erzurum'un devrilmesine uygun bəndləri müəyyən edin. Böyük Qafqazın şimal şərq yamal çayları, ikinci Kiçik Qafqazın cənub-şərq yamal çayları. Daxil Xar tövzüyə aiddir. Azərbaycanın bütün çayları Daxil Xar tövzüyə aiddir. A aid olacaq 3-cüyə. Bunların hər ikisi. B bəndi qidalanmasında yeraltı sular üstün təşkil edir. Yeraltı sular bildiyi kimi Kiçik Qafqazın çayları üçün xarakterlidir. Xüsusilə cənub yamal çayları üçün. O yüzden B gələcək 2-ciyə. Qidalanmasında qar və buzlaq sular üstün təşkil edir. Bu Böyük Qafqazın şimal-şərq yamal çaylarıdır. C gələcək 1-ciyə. D. Yay aylarında suvarmada istifadə olunur. Bütün Azərbaycan çaylarından yay aylarında suvarmada istifadə edilir. D gələcək 3-cüyə.
Hövzəndə maqmatik və metamorfik mənşəli paydaşlar detalları vardır. Maqmatik xüsusilə həmçinin metamorfik mənşəli paydaşlar Kiçik Qafqazın cənub-şərq yamacında, şimal yamacında da belədir. Geniş gəlib, o görə yer gələcək ikinciyə. Mənsəblər okean səviyyəsindən aşağıda yerləşir. Birbaşa Xəzərə tökülür. Böyük Qafqazın şimal-şərq yamacı çayları ki, burada Xəzər dənizi okean səviyyəsindən aşağıdadır. Ep gələcək, deməli birinciyə. Deməli belə bir cavab alındı. Birinciyə C ep, ikinciyə B ep, üçüncüyə də A D cavab oldu A bəndində. Elbin dəyirməsinin uyğun belləri müəyyən Talış dağlarının çayları, Qanıq Ərçayın çayları, daşlı palçalı sellər üstün təşkil edir. Qanıq Ərcədə Çiy, Şin, Gürmüşay. Bir gəldi ikinciyə. Çaylar Xəzər hövzəsinə aiddir. Azərbaycanın bütün çayları Xəzər hövzəsinə aiddir. İki gələcək üçüncüyə. Qidalanmasında yağışlar üstünü təşkil edir. Yağışlar üstünü təşkil edir. Talış dağlarının çaylarında. Üç gələcək birinciyə. 4. Suyun səviyyəsi pəstlərdə dəyişir. Suyun səviyyəsi buranın hər ikisində pəstlər üzrə dəyişir. O görə də 4 gələcək. Deməli, üçüncüyə. 5. Bütün çayların mənsəbi okean səviyyəsindən aşağıda yerləşir. Bütün çayların mənsəbi okean səviyyəsindən yuxarıda yerləşir. Çaylar okean səviyyəsindən yuxarıda yerləşən Qanıq Ərçayın çaylarıdır. Talışların çayları Xəzərə tökülür, mənsəbi okean səviyyəsindən aşağıdadır. Deməli, 5 gələcək. Qanıq Ərçaya, yəni ikinciyə. 6. Hövzəndə yayıq quraq ikən mülayim istiqlim mövcuddur. Yayıq quraq ikən mülayim istiqlim Talış dağlarındadır. 6 gələcək birinciyə. Qanıq Ərçayda qışı quraq ikən mülayim istiqlimdir. Düzgün cavab oldu birinciyə 3, 6. İkinciyə 1, 5 cavab oldu C bəndi. Üçüncüyə də 2 ilə 4. Elbin diaqramına əsasən uyğunluğu müəyyən Tülyan çay, Tərtər çay. Qidalanmasının əsas hissəsini yeraltı sular təşkil edir. Bu hər ikisinin qidalanmasında yeraltı sular üstünü təşkil edir. O görə bir gələcək üçüncüyə. Kür çayının sol qolu olan Tülyan çaydır. Tərtər çay sağ qoludur. Deməli 2 gələcək Tülyan çaya birinciyə. Üzərində sərsəng ses tikilmişdir. Sərsəng ses Tərtər çayının üzərindədir. 3 gələcək Tərtərə. 4. Hövzəsində yağıntıları bərabər paylanan mülayim istiqlim formasyonu. Yağıntıları bərabər paylanan mülayim istiqlim Böyük Qafqazın cənub yamacındadır. Buradan da Tülyan çay başlayır. O yüzden 4 aid olacaq Tülyan çaya. Birinciyə. Suvarmada istifadə olur. Bütün Azərbaycan çaylarından suvarmada istifadə edilir. O cümlədən də Tülyan çayla Tərtər çaydan suvarmada istifadə olunur. 5 aid olacaq. Bunların hər ikisinə. Deməli, düzgün cavab birinciyə 2, 4, ikinciyə 3 cavab oldu B bəndi. Uyğunluğu müəyyən edin. Hidrotermik obyektlər. Şirvan kanalı, Qarabağ kanalı. Ağsudan keçir Şirvan kanalı. Bir gələcək A'ya. Bərdə, Qarabağ kanalı. Bərdədən keçir. Bərdə gələcək B'yə. Göyçay, Şirvan kanalı. 3 gələcək birinciyə. Ağcabədi, bu da Qarabağ kanalıdır. Beyləqan, Qarabağ kanalı. Ağdaşdan keçir Şirvan kanalı. 6 gələcək birinciyə. Deməli, A'ya gəldi 1, 3, 6, B'yə gəldi 2, 4, 5 cavab oldu D bəndi. Acınor gölünün ağzı Biçala gölü ilə oxşar, Masazır gölü ilə fərqli xüsusiyyətli müəyyən dəniz səviyyəsindən aşağıda yerləşir. Acınor gölü dəniz səviyyəsindən yuxarıdadır, ağzı Biçala aşağıdadır. Acınor da ağzı Biçala oxşar xüsusiyyət olmadı. Böyük Qafqaz təbii vilayətində yerləşir. Ağzı Biçala Böyük Qafqaz vilayətindədir, amma Acınor Kür çökəyindədir. O görə bu da səhvdir. Acınor da ağzı Biçala oxşar olmadı. Çaylar üçün mənbə rolunu oynayır. Bura Acınor'a da, Ağzıbiçələyə də çay tökülmür, Masazlara da tökülmür. O görə də burada bir fərq yoxdur. Çaylar üçün mənsəb rolunu oynayır. Bura, deməli, çay tökülmür. Bu baxımdan bunların heç bir fərqi yoxdur. Yerbəndi tektonik çökmə zonasında yerləşir.
Acınur tektonik çökmədədir, Azıbeçala tektonik çökmədədir. Bunlar bir-birindən oxşardır. Masazır gölü isə Böyük Qafqaz tektonik qalmasındadır. Yəni Acınurla Azıbeçala bir-birinə oxşayır. Masazır isə bunlardan fərqlənir. Fərq də bundadır. Düzgün cavab G-bəndi. Elvin diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Deməli, birinciyə Ordubad çay, Tərtər çay, Ağsu çay, Qanıq çay, Balakən çay. Deməli, birinciyə aiddir. Əsas xüsusiyyəti olacaq S ilə E. S-yə baxaq. Kürün sol qolunu təşkil edir. Bir də tranzit çayı hesab olunur. Deməli, tranzit çaydır, kürün sol qoludur. Bunların içərisində tranzit, Ordubad çay tranzit deyil, Tərtər çay tranzit deyil, Ağsu çay tranzit deyil, Qanıq çay tranzitdir. Özdə kürün sol qolu hesab olunur. Deməli, birinciyə gələcək Qanıq çayı, birə gələcək 4. İkincinin xüsusiyyətlərinə baxaq, ikinciyə aiddir A ilə F. Kürün sağ qolunu təşkil edir. Kürün sağ qolu bunlarda Ordubad kürə birbaşa tökülmür, Tərtər kürün sağ qoludur. Ağsu soldur, Qanıq soldur, Balakən yenə də kürün qolu deyil. Deməli, kürün sağ qolunu təşkil edir. Bunların içərisində Tərtər çayı. 2. Kürün sağ qoludur. Bir də F aiddir. Eyni adlı inzibat rayonu ərazisindən axır. Tərtər çay Tərtər rayonu ərazisindən axır. Öyle. Bu da düzgün gəldi. Deməli, birinciyə gəldi 4, ikinciyə də gələcək 2. Tərtər də ikinciyə aid, Tərtərə aiddir. İndi B-yə də buradan mən danışmadım. O ki, bu həm 1-ə aiddir, həm də 2-yə aiddir ki, B də deyir, qidalanması yeraltılar təşkil edir. Üstünü təşkil edir. Bunların hər ikisində Qanıqda da, Tərtərdə də yeraltılar üstünü təşkil edir. Və D, mənsəbi yarımçəri quru çölgümünə iqlim tipində yerləşir. Bunların mənsəbləri, hər ikisinin mənsəbi yarımçəri quru çölgümü tipindədir. Bu hər ikisinə aid idi. O görə də ona fikir vermədik. Deməli, birinci aid oldu 4, ikinci aid oldu 2, cavab oldu Y bəndi. Tərtər çayın mənbəyində mənsəbinə doğru rayonların düzgün yerləşmə ardıcıllığını göstərin. Deməli, Tərtər çay başlayır Kəlbəcər rayonu ərazisindən, Kəlbəcərdən keçir Ağdəriyə, Ağdərdən keçir Tərtər rayonu, Tərtərdən keçir Bərdəyə, Bərdə rayonu ərazisində mənsəbi Kür çayıdır. Deməli, ardıcıllıq bir olacaq Kəlbəcər, Ağdərə, Tərtər, Bərdə. Cavab olacaq B bəndi. Burada Ağdərə verilməyib. Düzgün cavab B bəndi. Mənbəyi Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşən çaylar qrupu müəyyən. Əyri çayın mənbəyi Böyük Qafqaz, deməli, tektonik qalxması cavab səhvdir. Arpa çayın mənbəyi Naxçıvanda, bura Böyük Qafqaz qalxmasıdır. Kiçik Qafqaz tektonik qalxmasıdır. Türyan çay Böyük Qafqaz qalxmasıdır. O görə cavab səhvdir. Samurda Böyük Qafqaz idi. Sebəndə Qudyal çayın yenidən mənbəyi Böyük Qafqaz tektonik qalxmasında cavab səhvdir. D-bəndə Tərtər çayın mənbəyi demək, Kiçik Qafqazdadır. Viləş çayı başlayır Talış dağlarına, Talış dağlarda Kiçik Qafqaz tektonik qalxma zonasına aiddir. Giran çayı Naxçıvanda, bu da Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Naxçıvan dağları, Zəngəzur dərəliyəz. Demək, D cavabı düzgün oldu. Tərtər çayı, Viləş çayı, Giran çayı, üçünün də mənbəyi Kiçik Qafqaz tektonik qalxmasındadır. Cavab D bəndi. İqlim diaqramına aid olduğu məntəqənin yerləşdiyi ərazidən axan çayların xüsusiyyəti 12,5 dərəcə Selsi temperaturdur, 1038 millimetr yağıntı miqdarıdır. Deməli, qışı quraq keçən bu mülayim isti iqlimli temperatur 0 dərəcə qışda, yayda temperatur qalxır 25 dərəcəyə qədər yağıntı düşür ilin isti dövründə. Deməli, bu qışı quraq keçən mülayim isti iqlimçi Böyük Qafqazın cəmi yamasıdır. Kiçik Qafqazın şimalda, şərqidə, cənubuda böyük ərazi tutur. Bir də əsas bunlardır. Deməli, Qanıq, Əyri çay, Kiçik Qafqazın ətrafı. Adətən bunu Qanıq, Əyri çay üçün verirlər. Geniş ərazidə kanyonbar dərələr yaradır. Burada geniş kanyonbar dərələr Böyük Qafqazın şimal yaması üçün səhvdir. O görə orada yaranır, o görə cavab səhvdir. Okean səviyyəsində aşağıda yerləşən mənsəblərində estuar yaradılır. Bu səhvdir, pişirdi ümumiyyətlə. C bəndi. Eroziya bazələrinin hündürlüyü Qudyal çay və Bəlbərə çay ilə eynidir. Eroziya bazələrinin hündürlüyü Qudyal çay ilə
Xəzər dənizində də Qudyal çayının eroziya bazası, Bəlbələ çayı da indi bunlar Xəzərə çıxışları yoxdur. O görə də buranın eroziya bazası eyni deyil, daha hündürdədir. Cavab səpti. Deməndi, qidalanmada qar və buzlaqların ərin suları üstünü təşkil edir. Bu, Böyük Qafqazın şimal yamasına aiddir səpti. Qanıq Ərçay vadisində gətirmə konusları yaradırlar. Böyük Qafqaz yamacı çayları Qanıq Ərçay və onların qolları vadisində, Qanıq Ərçay vadisində çox sayda gətirmə konusları yaradırlar. Cavab düzgündür. Cavab yebəndi. Aşağıdaki dərə formlarına müvafiq gələn çaylar müəyyən enli U şəkilli dərin kanyon varı dərə yaradanlar. Əhəng daşı yumşaq sular keçib keçən dağ çayları adici dərin kanyon var dərə yaradacaq. Əhəng daşı yumşaq sular keçib keçən dağ çayları ki, Samurdu, Qusardı, Qudyaldı, Qaradı, Bəlbələdir bunlar. Deməli, A aid olacaq şiyə. Bərk suxurlardan keçən dağ çayları. Buna aid bir şey, dağ çaylarında dərə meyilliyi böyük, amma bərk sular olduğunu bunu heç birini aid eləməyək. Cildi suları, keçib keçən düzənlik çayları, məsələn, Kür çayı kimi, bunlar enli U şəkilli dərələr yaradacaqlar. S də aid olacaq birinciyə. Deməli, birinciyə gəldi, S ikinciyə gəldi. A cavab oldu, Y bəndi. Araz çayının mənbəyinin mütləq hündürlüyü 2990 mənsəbdən ki, mənfi 11 metrdir. Çayın uzunluğu 1070 kilometr olarsa, çayın uzunluğu 1070 kilometrdir elə orta meylini hesablayın. Düşməsi bərabərdir 2990 çıxısın mənfi 11 eci 3001 metr. Bu şəkildə yazılır. İndi çayın meylini tapmadan ötürü düşməni tapdıq. Çayın meylini tapmadan ötürü çayın düşməsini, yəni 3001'i böləcək çayın uzunluğu olan 1072'ye. Bu cür yazılır. Meyilliyi bərabər düşmə bölünsün uzunluğu, o da bərabərdir 3001 bölünsün 3001 metr bölünsün 1070 kilometr, bu deyəcək 2,8 metr bölünsün kilometr. Cevap oldu 2,8 metr bölünsün kilometr D bəndi. Kür çayının mənbəyi 2740 metr hündürlükdə, mənsəbinin hündürlüyü isə mənfi 27 metrdir. Çayın düşməsi və orta meylini tapın. Düşməsi 2740, o da mənfi 27 deyəcək 2767 metr. 2767 metre təkcə Y'də var, cavab Y bəndidir. İndi meyilliyi tapmaqdan ötürü çayın düşməsi 2767'ni böləcək çayın uzunluğu olan 1515 kilometre. Düşməni 2767'ni 1515'e böləndə də alacaq 1,8 metr bölünsün kilometr. Cevap olacaq Y bəndi 2767 metr 1,8 metr bölünsün kilometre olacaq onun meyilliyi. Cevap olacaq Y bəndi. Su ambarlarının yerləşdiyi müvafiq inzibat rayonlar. Arpaçay, Curpa. Arpaçay Curpada deyil. Arpaçay Şərurdadır. A bəndi səhvdir. B bəndi. Arpaçay, Curpa yenə də səhvdir. Curpada deyir, Şərurdadır. C bəndi. Arpaçay, Şahboz. Şahbozda dögür. Bu Şərurdadır. C bəndi səhvdir. D bəndi. Arpaçay, Şərur düzgündür. Xambulançay, Masalda. Xambulançay Masalda deyir. Lənkəranda cavab səhvdir. Y bəndi. Arpaçay, Şərur düzgündür. Barbara Yevraqda düzgündür. Suqovşan su ambarda Ağdərə rayonundadır. Cavab Y bəndi düzgündür. Göllərin yerləşdiyi inzibat rayonlar. Sarısu İmişli düzgündür. Ağgöl Beyləqan düzgündür. Candargöl Qazax. Candargöl Qazaxda deyir, Ağsafadadır. Cavab səhvdir. B bəndi. Sarısu Beyləqan. Sarısu Beyləqanda deyir, İmişli Sabirabaddadır. Cavab səhvdir. C bəndə. Sarısu Ağcabədi, bu cavab da səhvdir. Sarısu Sabirabadda İmişlidə əsas. D bəndi. Sarısu İmişli düzgündür. Ağgöl Ağcabədi düzgündür. Candargöl Ağstapa düzgündür. Göygöl rayonundadır, düzgündür. D bəndi düzgün cavab oldu. C bəndə Sarısu Kürdəmir yazıb, Sarısu Kürdəmirdə dögür. O da səhv cavab D bəndi. Gölləri çuxurlarının mənşəyinə birincisi və Sum vadisində ikinci gölə müəyyən edin. Sarısu Kürün axmazlarından axmazdır, düzgündür mənşəyinə görə. İkincidə Acnohur axarsız göldür, Sum vadisinə görə. A bəndi düzgün oldu. Deməli, Sarısu axmaz göldür, Kürün axmazlarındadır. Acnohur da axarsız göldür. A bəndi düzgün oldu.
Ərazinin rütubəti göstəricəsinə uyğun olaraq gölləri qruplaşdırılır. Rütubətli əmsalı birdən böyükdür, rütubətli əmsalı birdən kiçikdir. Sarı su quraq yerdədir, rütubətli əmsalı birdən kiçikdir. Quğa göldə bir gələcək ikinciyə. Tufan göl rütubətli yerdədir, gələcək birə. Böyük Alagöl vulkan gəldi, bu da rütubətli yerdədir. 3 gələcək yenə bu da birinciyə. Hacıqabul quraq yerdədir, Araz rayonundadır, gələcək ikinciyə. Ağzıbeçala yenə də Xəzər dənizinin sahilindədir, quraq yerdədir, gələcək ikinciyə. Göygöl ətrafı meşədir, bu da ətrafı rütubətlidir, 6 gələcək, rütubətli əmsalının birdən böyük olduğu birinciyə. Deməli, birinciyə gəldi, 2, 3, 6 cavab oldu D-bəndi. Göllərin yerləşdiyi landşaftların rütubətli əmsalına görə uyğunluğu müəyyəni. Yenə də rütubətli əmsalı birdən kiçikdir, ikincidə isə rütubətli əmsalı birdən böyükdür. Maral göl ətrafı çəmən landşaftdır, rütubətli yerdir, bir gələcək ikinciyə. Qaragöl həmçinin rütubətli yerdir, ətrafı Ermənistan sərhədi Kiçik Qafqazda, bu da ikinciyə gəldi. Binəqədi deməli quraq yerdədir, Abşeronda, Acnorda, Kürkükəndə quraq yerdədir. 3 ilə 4 də gəldi birinciyə. Deməli, birinciyə gəldi, 3, 4, ikinciyə gəldi, 1, 2 cavab oldu, D-bəndi. Xəzər dənizə tökülən çayların şimaldan cənuba doğru ardıcıl sırası müəyyən. Qusarçay, Ataçay, Vəlvələ çay, geri qayıtdıq, cavab oldu səhv. Samur, Vəlvələ, Qusar, Vəlvələ ilə Qusarın yeri səhvdir. Qusarçay, Vəlvələ çay, Gilgil çay, Biləşçay, Astraçay, Arcılı düzgündür. Sevən düzgündür. D-də Qudyalçaydan sonra Samur ola bilməz. C-də Samur, Biləş, sonra Vəlvələ olmaz. Lənkəran, Astrolu doğru idi. Biləşlə Lənkəranın yeri səhvdir. Cavab oldu C-bəndi. Qusarçay, Vəlvələ çay, Gilgil çay, Biləşçay, Astraçay, cavab C. Kürün sol qollarının şərqdən qərbə. Birinci, sağ qolların isə qərbdən şərqə doğru ardıcıl sırası. Sol qollar əvvəlcə. Deməli, sol qollar Qabırlı soldur, Əlican soldur, Zəyəm sağdır, Qoşqar sağdır, Tovuz sağdır, Ağsu soldur, Qarqar sağdır, Göyçay soldur. Deməli, sol qollar oldu Qabırlı, Əlican, Ağsu, Göyçay. İndi bunları şərqdən qərbə doğru düşürük. Əvvəl Ağsudur, sonra Göyçaydır, Əlicanla Qabırlıda Əlicandır, sonra Qabırlıdır. Deməli, 6, 8, 2, 1. Sol qolları düzək, 6, 8, 2, 1. Deməli, Ağsu, Göyçay, Əlican, Qabırlı ardıcıllığı şərqdən qərbə doğru. İndi Arazın qollarını qərbdən şərqə doğru düşdük. Ucqar qərbdə olan Tovuzdur, Tovuzdan sonra Zəyəmdir. Deməli, 5, 3, sonra Qoşqardır, Ucqar şərqdəki Qarqardır. Deməli, bu olacaq 5, 3, 5, 3, 4, sonra 7. Ardıcılı bir olacaq. Birinciyə 6, 8, 2, 1 cavab oldu. A bəndində ikinciyə gələcək 5, 3, 4, 7 cavab. Araz çayının sol qollarının şərqdən qərbə doğru ardıcıl sırası. Köndələn çay, Həkəri, Oxçu, ardıcılı düzgündür. Naxçıvan çay, sonra Əlincə çay. Əlincə çay ilə Naxçıvan çayının yeri düzgündür. Əlbəttə Əlincə sonra Naxçıvan olmalı idi. B bəndi Köndələn çay, Füzulidə Oxçu çay, Zəngilanda, Ordubad çay, Ordubadda Gilan çay, sonra Arpa çay, Ucqar qərbdə. B bəndi düzgün cavabdır. Ardıcılı belədir. C-də Həkəri, Oxçu, Ordubad, Naxçıvan, Gilan. Həkəri, Oxçu, Ordubad, Naxçıvan, Gilan çay ardıcılı səhvdir. Naxçıvan çayı ilə Gilan çayının yeri səhvdir. Köndələn, Həkəri, Gilan, Gilanla Oxçu ola bilməz. Oxçu çay, Ordubad çay, Naxçıvan çay, Gilan çay. Yeni yerlər düzgün olmadı. Düzgün cavab Köndələn, Oxçu, Ordubad, Gilan, Arpa çay. Cavab B. Cədvəldə qidalanmasında üstünlük təşkil edən çayların mənbələrə görə düzgün verildiyi sıranı müəyyən edin. Qar və buzlar göndərən suları Samur çayı düzgündür, yağış suları Biləş çayı düzgündür, yeraltı suları Araz
düzgündür. Birinci sıra düzgündür. İkinci sıra Həkəri, Qar və Buzlaq səpti. O yüzden ikinci sıra sep çıktı. Üçüncü sırada Kür, Qar və Buzlaq düzgündür. Araz yağışları cavab səpti. Demek ki işte dörde. Demre Parankar Buzlaq düzgündür. Bir saatçe yağışlar düzgündür. Terter yeraltılar düzgündür. Dörtte düzgün oldu. 5. Kusarçay Kar Buzlaq düzgündür. Bolqarçay yağışlar düzgündür. Həkər yeraltı düzgündür. 6. Sumqayıtçay Kar Buzlaq olabilmez. Tülyançay, Astıraçay da yeni yağışlardı. Düzgün cevap oldu. 1, 4, 5. Cədvəldə verilən çayların qidalamasını mütəşkilim, mənbələrin düzgün verildi sıranı müəyyənim. Qar və buzlaq 1 saat ola bilməz, az 1 səptim. Qudyalçay, qar və buzlaq nərin sular düzgündür. Sumqayıtçay, yağışlar düzgündür. Tərtər yeraltılar düzgündür. 2 düzgündür. Bolqarçay, qar buzlaq ola bilməz, 3 səptim. Samur, qar buzlaq düzgündür. Astıraçay, yağışlar düzgündür. Kürəkçay, yeraltılar düzgündür, 4. Kusarçay, Kar Buzlaq düzgündür. Yağışları Biləşçay düzgündür. Araz yeraltı düzgündür. 5 de düzgün. 6. Ceyran keçməz. Kar Buzlaq ola bilməz. O günde 6 səpti. Düzgün cavab oldu. 2, 4, 5 cavab. Çayların mənsəblərinin hündürlüklərinin azalmasına göre düzgün sırası müəyyən. Türcandan sonra Əlican olar. Qoşqarçay olmaz, Qoşqarçay yuxarıdadır. Şəmkir çaydan geldi Türyan çaya. Düzgündür. Bəlbər çayda Xəzərdən də düzgündür, Beyməndi. Şəmkirdən sonra Ağustop ola bilməz. Ağustop'a Göyçay, Qanıq. Göyçaydan sonra Qanıq ola bilməz. Qanıq, Göyçay olsa düzgün olardı. Qudyal çay, Dəmraparan çay, Tovuz çay. Tovuz çay yuxarıdadır. Qudyal çay ən aşağıdadır. Səpti düzgün Şəmkir, Türyan, Bəlbərə. Azərbaycanda düşmə kemiyyəti nisbətən böyük olan tranzit çayları müəyyən. Ağustapa, Qabırdı, Qudyal, Oxçu. Qudyal çay tranzit çay deyil, Abən səpti. Kür, Araz, Qarqar. Qarqar çay, göndərən çay tranzit çay deyil, cavab səpti. Sebəndə, Samur, Arpa, Kür, Araz. Samur çayı, Rusiya. 3600 metr yüksekten başlayır. Arpa çayı vulkan çayıyla ünlüydü. Kür çayı, Araz çayı yeni tranzit çaylardı ve düşme kemiyetleri nispeten büyüydü. Düzgündü. Terter tranzit değil. O göre cevap septim. Eri çayda tranzit diyor. Değildi. Yedi Haçın çayda tranzit çay değil. O göre cevaplar septim. Bileş çayda tranzit diyor. Düzgün cevap Samur, Arpa, Kür, Araz. C. Respublikamızda çay şöbesi sıfırının az olduğu əraziler ve bunun sebebi Azınor düzü kusarma düzenliği sep oldu. Arabulucular arazinin meylinin çok yağıntının az olması kusarma düzenliğine göre septi. Ceyran, Çöl, Kobustan, Alçaq Dağları düzgündü. Cənub Şərq Şirvan düzdü. Çay şöbesi sıfırı bunlarda azdı. Buxarlama qabiliyyətinin yağıntının miqdarından çok olması. Bunlara yağır 300 buxarlı növlər azı 1000. O göre düzgün cavabdır. Ben düzgündür. 150'ye kadar testlerin təhlili, bu kadar 151'den 201'e kadar olan testlerin təhlilini növbəti hissədə vereceğim.